Muxtar Respublikanın rayon və kəndlərindən sahibkarların da qatıldığı festivalda bir-birindən fərqli Göyçə məhsulları, onlardan hazırlanan mürəbbələr, komportlar, bununla yanaşı milli mətbəx nümunələri də məhz buraya gələn qonaqlara təqdim olunur. Hər bir stenddə rayonlar özünə məxsus, rayonuna aid adət-ənənələri, həmçinin ən əsası Göycədən hazırlanmış müxtəlif dekorları və Göycə məhsulunu çıxardılar və həqiqətən bugün təkcə Göycənin təbliği deyil, eyni zamanda milli adət-ənənələrimizin təbliği olan bir Göycə festivalı oldu və bütün sakinlərimiz burada bu festivalda böyük sevinclə, həvəslə iştirak edir. Bu illəri Göycələrimiz məhsuldarı idi. Bir hissəsini Bakı bazarlarında satmışıq, bir hissəsini daxili bazarlarda satmışıq, bir hissəsini də bugün festivala gətirmişik. Qiymətlər münasibdir. Göycə bilirsiniz ki, Naxçıvandır vətəni. Naxçıvanda da Göycənin vətəni Şərurdur. Şərurdan gördüyünüz kimi 20-dən çox stul qoyulubdur. Yəni yer çatmır deyə gətirdilər məhsulları yığmağa. 1 hektar Göycə bağım var. Təsərrüfatın başqa sahələrində məşğulam. Əsasən bağçılıqdır. Hər il məhsulumu da ya bazara, ya belə festivallara çıxarıb satırıq. 3-cü, 4-cü festivalda iştirak edirəm və hətta bir dəfə də festivalın qalibi olmuşam. Urfa rayonu məhsullarından, kəndləri məhsullarından festivala çıxartmışıq. Göycədən daha çox Göycə şirəsi, komportu, turşusu məhsullarından bu festivala gətirmişik. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində həmçinin rayon mədəniyyət kollektivlərinin ifasında musiqi və rəqs nümunələri də təqdim olunub. Həsən Məmmədov, Namiq Abbasov, Arzu Sadiqov, NTV Xəbər.